Powerbanklar nə vaxt partlaya bilər? Əgər powerbank işlətməkdən qorxursunuzsa ki, partlayar, sizə bəzi məlumatlar vermək istəyirəm. Powerbankı heç vaxt isti maşında qoyub getmək olmaz. Powerbankın ən birinci düşməni isti hava şəraitidir. Günəş vuran yerdə və yaxud maşın istinəndə içərisində qalmağı partlamağına səbəb ola bilər. Və yaxud çantanızın dərinliklərində bir yerdə qalmağı partlamağına səbəb ola bilər. Düzdür, son model powerbanklarda partlamağı heç də gözlənilmir, görülmür. Yəni bu qeyri-adi olan bir şeydir. Amma yenə də ehtiyatlı olmaq lazımdır. Əgər görürsünüzsə ki, powerbankınız şişib, onu qəti surətdə istifadə etməyin. Batareya üçün nəzərdə tutulmuş yerlərə atın. Powerbankı şarja qoyarkən, yəni zaryadkaya qoyarkən çox saxlamaq qəti qadağandır. Yəni ki, 100% olan kimi onu çıxartmağınız məsləhət görülür. Çox qaldısa bu çox isinmə şansını daha da çoxaldır. Əgər powerbankınız çox bərk şəkildə əlinizdən yerə düşübsə, onu istifadə etməməyiniz məsləhət görülür. Məsəl üçün, bəzən telefonumuz yerə düşür, çartlanmır, amma götürüb istifadə edirik. Bu normaldır. Amma powerbankınız çox bərk şəkildə yerə düşərsə, məsləhət görürəm ki, onu istifadə etməyin. Çünki içərisindəki bilinməyən xırda detalları zədələnmiş ola bilər. Təhlükəsiz istifadə etmək üçün çalışın ki, 90-95%-ə qədər doldurun və isti olmayan yerdə saxlayın. Xüsusilə də avtomobildə çox isinərsə, partlamaq şansı çox ola bilər.